Salam qızlar, diş həkiminə getmişdim, evə matras ilə qayıtdım. Yeni vloqumda ətraflı paylaşmışam, keçid edib baxa bilərsiniz. Bəzi xanımlara yoldaşı matras alarkən mənim maşında gözləməyim qəribə gəlir. İlk olaraq qeyd edim ki, bir matrasa görə mənim mağazaya girməyim düzgün olmazdı. Çünki mebel mağazası deyildi. Ehtiyat hissələrinin satıldığı bir mağaza idi. Hər kəsin öz ailə qanunu var. Kimisində hər bir işi xanım öz öhdəliyinə götürür. Bizdə amma yoldaşıma izah edirəm necə bir şey istədiyimi, onu da alıb gəlir. İndi isə keçək videomuza. Daha əvvəldən Candan Tekstildən aldığım və xəyalımdakı ev üçün saxladığım yataq dəstlərini çıxartdım. Düşündüm ki, məncə birini açıb istifadə etməliyəm. Paltaryanı atdım ki, mən yemək yeyib ortalığı səliqəyə salana kimi yuyulub qurusun. Həkimin yazdığı dərmanları da içdim. Diş ağrısı qədər mənim əsəblərimi korlayan ikinci bir ağrım yoxdur qızlar. Allah hər kəsə can sağlığı versin. Və keçirəm evdəki köhnə matrası çıxartmağa. Ölçüsünü dəqiq bildiyim üçün yenisi yatağa tam oldu. Pasellərim də artıq qurudu. Çıxarıb sadəcə yastıq üzlərini ütülədim. Çünki qurutmada düzgün rejimdə qoyduğum üçün digərlərini ütüləməyə ehtiyac olmadı və son halını çox bəyəndim. Sizlər də Candan Tekstildə bir göz ata bilərsiniz. Reklam və ya əməkdaşlıq deyil. Nə olmağı unutma. Hələlik.